Qılman İlkinin İntiqam hekayəsi Qarabağ hadisələrinə bağlıdır. Qarabağ hadisələrindən danışır. Deməli oxuyaq. Bütün gecə kəndi lərzəyə salmış top səsləri səhərə yaxın kəsildi. Xəzəngül elə bil birdən-birə gurultu, çaxnaşıq bir aləmdən dipsiz, qaranlıq bir yarğana yuvarladı. Kim? Xəzəngül. Burada əsas qəhrəman Xəzəngüldür. Lakin bu səssizlik ona top və mərmilərin qulaqbatırıcı gurultusundan daha müthiş göründü. Müthiş nə deməkdir? D, H, Ş hərfləri varsa, deməli dəhşətli deyir də, daha dəhşətli göründü. Buna dəhşətli daha nə görünür? Deyir ki, birdən-birə deyir gurultu, çaxnaşıq bir aləmdən dipsiz qaranlıq bir yarğana yuvarlandı. Yəni çoxlu səs-küydən birdən dipsiz qaranlıq bir yarğana yuvarlandı. Lakin deyir bu səssizlik, həmin bu dipsiz bir yarğana yuvarlanır. Həmin bu səssizlik ona top və mərmilərin qulaqbatırıcı gurultusundan daha müthiş göründü. Yəni səssizlik buna daha dəhşətli göründü. Qulaq səsləri, daha doğrusu qulaqları səs aldı. Axşamdan çaxnaşma içərisində vurnuxan cəmaatın çığır bağırtısı da daha eşidilmirdi. Yəni səhərə yaxın təbii ki, bu səslər kəsilmişdi. Bu nədir? Hamı qaçıbmı fikirləşdi. Tək tənha mı qalmışam bu cəhənnəmdə? Yəni cəmaatın içərisində bir nəfər də tapılmadı ki, məni yada salsın. Yox, bu ola bilməz. Kim bilməsə də kim bilər, Xeyransa ilə əri gözəl bilirlər ki, mən tərpənə bilmirəm. Demək, Xeyransa ilə əri bilirlər ki, bu tərpənə bilmir. Görən niyə tərpənə bilmir? Yəni, nə olub ki, ona tərpənə bilmir? Yoxsa ermənilər başlarının üstünü birdən-birə elə alıblar ki, hərəsi ağzını bir səmtə tutub qaçıb, əlləri heç yerə çatmayıb. Xəzəngül bunları fikirləşəndə qonşularını o qədər də qınamırdı. Bilirdi ki, hərəsinin bir çatan uşağı var. Bu mərakədə hamı öz başının hayında olub. Demək, belə ki, burada Xeyransa əslində onları qınamır, sadəcə bir növ fikirləşir ki, yəni mən tərpənə bilmirəm də, onlar bilirlər ki, daha doğrusu Xəzəngül fikirləşir bunda. Xeyransa da əri bilir ki, yəni mən tərpənə bilmirəm, onlar yəni mənə kömək edə bilmədilər ki. Amma bunları fikirləşəndə o təbii ki, onları qonşularını qınamır. Boylanıb şüşələri qırır, sizə testə düşəcək ki, Xəzəngül onları qınayır, onların dalınca danışır ki, mənə niyə kömək eləmədilər falan. Bu test variantlar hamısı səhv olacaq. Boylanıb şüşələri qırıq-qırıq olmuş pəncərədən eşiyə baxmaq istədi. Lakin hələ də qan sızan ayağının yarası elə sızıldadı ki, yerindən tərpənə bilmədi. Başında da bərk ağrı başlamışdı. Deməli, həm başında bərk ağrı başlamışdı, həm də qan sızan ayağının yarası sızıldayırdı, ağrıdırdı. Deməli, onun tərpənə bilməməsinin səbəbi nədir? Ayağında yarası olmasıdır. Çünki bütün gecəni bir dəqiqə çimir vurmamışdı, yəni yatmamışdır. Top mərmiləri evlərinin lap böyründə partlayırdı. Dəqiqə bə dəqiqə gözləmişdi ki, onlardan biri də indicə damlarına düşəcək və onu körpəsi ilə birlikdə göyə sovuracaqdır. Deməli, Xəzəngülün hətta körpəsi də var idi. Zavallı körpə sübhədək kiriməmişdi. Deməli, Xəzəngül özü də səhərə qədər yatmamışdı, körpəsi də səhərə qədər kiriməmişdi, yəni ağlayırdı səhərə qədər. Və həmçinin yadda saxlayırsınız ki, deyir ki, top mərmiləri evlərinin lap böyründə partlayırdı. Yəni evlərinin lap yaxınlığında partladığına görə o fikirləşirdi ki, indi bu dəqiqə həmin mərmilərdən biri damlarına düşəcək. 3 gün qabaq həyətlərinin ortasında partlamış top mərmisindən yaralanmış ayağının sızıltısı isə ara vermirdi. Biz burada artıq bilirik ki, onun ayağı niyə görə bu vəziyyətdədir. Demək, 3 gün qabaq bu hadisə baş verir. 3 gün qabaq həyətlərinin ortasında top mərmisindən yaralanmış ayağının sızıltısı ara vermirdi. Demək, 3 gün qabaq bunun ayağı yaralanıb və ona görə də tərpənə bilmirdi. Baldırının sallana qalmış ətini yerinə yapışdırıb, üstündən bərk-bərk sarısa da ağrısı kəsmirdi. Qanı hələ də sızırdı. Demək, qanı hələ də sızırdı. Bu zaman burnuna hardansa yanğın iyi gəldi. Canını dişinə tutaraq yenə pəncərəyə tərəf boylandı. Dağların başı tüstüdən görünmürdü. Testə düşə bilər ki, dağların başı tüstüdən görünmürdü. Bu doğru variantdır. Aşağılarda Qoşa Çinar tərəfdəki bütün evlər alov içində idi. Məsələn, testə düşə bilər ki, hansı yerdəki evlər alov içində idi? Aşağılarda Qoşa Çinar tərəfdəki evlər. Bunu yadda saxlamalısınız ki, bütün evlər alov içində idi. Uçub daş divardan qalxan toz torpaq buludları yanğının tüstülərinə qarışaraq burula-burula onlara tərəf yayılırdı. Birdən eşik tərəfdən hənirti eşidildi. Yəni çöldən də hənirti eşidildi. Buraya qədər gələnə qədər bunu təkrar edək. Demək, Qılman İlkinin İntiqam hekayəsi
Qarabağ müharibəsindən danışır. Bax, Qarabağ müharibəsinə həsr olunub bu əsər, hekayə. Burada əsas obraz Xəzəngülдür. Xəzəngüldən danışılır. Xəzəngülün deməli ayağında, qıçında daha doğrusu yara var idi. Niyə yara var idi? 3 gün qabaq heyətlərin ortasına top mərmisi düşür və onun baldırı da yaralanır və sallana qalıb. O da baldırın ətini yapışdırıb, bərk-bərk sarıyıb, amma yenə də qan sızırdı. Həm gecə özü yatmamışdı, həm də körpəsi yatmamışdı. Top mərmiləri evlərinin lap böyründə partlayırdı. Elə bilirdi ki, bu dəqiqə indi biri də dama düşəcək, öz damlarına düşəcək. Xəzəngül fikirləşirdi ki, Xeyransan əri bilirlər ki, mən tərpənə bilirəm. Yəni heç kim bilməsə də deyir, Xeyransan əri bilir ki, mən tərpənə bilmirəm. Yəni onlar mənə heç baxmadılarmı falan filan, amma bunu deyəndə o qınamırdı onları. Çünki onların da hərəsinin öz bir çatan uşağı var, hər kəs öz hayında idi. Özü də yatmamışdı, səhərə qədər körpəsi də ağlamışdı və s. Deməli, dağların başı tüstüdən görünmürdü. Aşağılarda Qoşa Çınar tərəfdə nə var idi? Qoşa Çınar tərəfdəki bütün evlər alov içində idi. Niyə? Çünki deyir ki, birdən-birə yanğın iyi gəldi. Pəncərəyə dedi, canlı dişinə tutaraq yenə pəncərəyə tərəf boylanır və görür ki, dağların başı tüstüdən görünmür. Qoşa Çınar tərəfdəki bütün evlər alov içində idi. Neysə, birdən eşik tərəfdən hənirti eşidildi. Səslər getdikcə gücləndi. Xəzəngül yaxınlıqda erməni danışıqlarını ayırd edə bildi. Bundan dəhşətə gəldi. Aman Allah, ermənilər kəndə giriblər. Bədənini titrəmə bürüdü. Yarpaq kimi əsən əlləri ilə körpəsini beşiyindən qaldırıb sinəsinə bastı. Demək, körpəsini beşiyindən götürüb sinəsinə bastı, qucağına aldı. Buz kimi soyuq yanaqları ilə süzülən göz yaşları anasını əmməyə başlamış körpənin də sifətini islatdı. Deməli, körpənin göz yaşları. Xəzəngülün ürəyi, daha doğrusu Xəzəngülün göz yaşları. Körpənin yox. Xəzəngülün ürəyi sanki sinəsindən qopub boğazında çırpınırdı. Birdən qapıya vurulan təpik onu daha da sarsıtdı. Nə deyir? Birdən qapıya vurulan təpik onu daha da sarsıtdı. Qapının cəftəsi yerindən qopub düşdü. Belə çıxır ki, ermənilər gəlib qapıya birdən qəşəng təpik vururlar və qapının cəftəsi də yerindən qopub düşür. 2 nəfər yekəpər saqqallı erməni içəri soxuldu. Deməli, yekəpər saqqallı erməni. Bir anlığa astanada durub otağa göz gəzdirdilər. Sonra əllərindəki avtomatı düz Xəzəngülə tərəf tuşladılar. 2 nəfər erməni, 2 nəfər yekəpər saqqallı ermənidən gedir söhbət. Uzandığı yerdə sanki daşa dönmüş Xəzəngülün gözləri bərələ qalmışdı. Qorxudan kirpik də çala bilmirdi. Yoldaşından xeyli cavan görünən o biri erməninin belindən dəstəyi ceyran ayağından olan bıçaqda asılmışdı. O yoldaşını dümsüklədi. İndi mən sizə sual verəcəm ki, bura neçə nəfər erməni girib, 2 nəfər erməni girib. Amma biz qabaqda biləcəyik ki, burada əslində 3 nəfər erməni var. Biri də ki, qapıda maşında gözləyir. İçəriyə isə yalnız 2 nəfər girib. Aha, deməli 2 nəfər erməni girib, biri birindən biraz daha cavandır, digəri isə qocadır. Qocası Sarkis dayıdır. Cavanı da Livondur. Və deyir ki, xeyli cavan görünən o biri erməni, yəni Sarkisin yox, Livonun, yəni cavanın adı Livondur. Cavanın belindən dəstəyi ceyran ayağına olan bıçaq da asılmışdı. İndi məsələn sizə sual düşə bilər ki, kimin belindən bıçağa dəstəyi ceyran olan bıçaq asılmışdı? Livonun belindən. Livonun, yəni cavanın. Sarkis dayı, bunu deyəsən bizə qənimət qoyub gediblər axı. Yəni bunu şərəfsiz erməni deyir. Livon deyir bunu. Bunu deyərək Xəzəngülün yatağına yaxınlaşdı. Bir həmlə ilə əlini uzadıb yorğanı onun üstündən çəkdi. Xəzəngülün sarıqlı ayağını görüb istehza ilə gülümsədi. Belə deyil, demək buna görə qaçmamısan. O Xəzəngülü süzəndə Xəzəngül güc-bəla ilə əyilib yorğanı sinəsinə də yuxarı çəkdi. Erməninin saqqallı sifətində iyrənc bir istehza duyuldu. Sonra avtomatlarını çiyinlərindən çıxarıb otağın künc bucağını axtarmağa başladı. Yəni qızıl axtarırlar da. Hər yeri eşib tökdülər. Yoldaşını Sarkis çağırdığı yaşlı erməni dedi. Yəni Livon, yaşlı Sarkis dayı deyir ki, Livon, sən bunların dilini yaxşı bilirsən. Soruş ki, qızıl və bəzək şeylərini harada gizlədib. Deməli, burada Azərbaycan dilini bilən kim idi? Livon idi. Livon burada Azərbaycan dilini çox yaxşı bilirdi.
dil yazaq. Yəni məsələn testdə düşə bilər ki, mən bunları xüsusilə testə salacağam. Azərbaycan dilini bilən hansı erməni idi? Levon. Cavan erməni yenə Xəzəngülə yaxınlaşıb amiranə bir tərzdə soruşdu. Axçı, yəni ermənilər bilirsiniz ki, axçı deyir. De görüm qızıllarınızı harada gizlətmisən? Gözləri hələ də bərə qalmış Xəzəngüldən səs çıxmadı. Dinə bilmirdi. Sözlər elə bir boğazında ilişib qalmışdı. Hə, dinsənə cavab ver. Xəzəngül nəhayət səsi boğazında tıxana-tıxana dedi. Bizim qızılımız yoxdur, deyir Xəzəngül. Yalan deyirsən, qızılların yerini də görürəm, sırğalarını da çıxarıb gizlətmisən. Bizim qızılımız yoxdur. Xəzəngül yenə təkrar elədi. İnanmırsan, axtar bax. Yoldaşı soruşdu, hə, nə deyir? Yəni Sarkis dayı soruşur. Deyir ki, qızılımız yoxdur, özümüz axtarıb taparıq, müsəlman ola, qızıl olmaya. Gəl bəri, özümüz taparıq. Levon Xəzəngüldən uzaqlaşanda onu hədələdi. Ki, heç eybi yoxdur. Bunun əvəzində gör sənin başına nə oynaşacağım. Levon cavan olan ermənidir. Və bu Xəzəngülü hədələyir ki, yəni sən qızılların yerini demirsən, indi gör sənin başına nə oynaşacağam. Onlar yenə də otağı eşələməyə başladılar. Bütün boğça bağlamalar açılıb evin içərisində səpələndi. Əllərinə qiymətli bir şey keçməyəndə burunlarının altında ev sahibinin ünvanına söyüş yağdırdılar. Deməli, burada onların söyüş danışması da var. Quldurların hündürdən danışmalarından körpə ağlamağa başladı. Anası hər vasitə ilə sakitləşdirməyə çalışırdı körpəni. Ermənilər otaqda bir şey tapmadıqda Aynəbəndə çıxdılar. Aynəbənd nədir? Yəni onlar çox güman bina evində yaşayırlar. Bina evində balkon deyil də, balkona Aynəbəndə çıxıblar. Birazdan sonra orada sındırılan qavqacaq səsindən körpə daha da vahimələnib səsini ucaltdı. Orada cavan erməninin adı nə idi? Levon idi. Cavan erməni deyir ki, Axçı, ay it qızı, onun səsini kəsə bilmirsən, bacarmısansa bu saat gəlib bir güllə ilə susturaram, deyir. Bu sözlərdən bütün otaq Xəzəngülün başına hərləndi. Ona elə gəldi ki, quldur indici içəri keçəcək, balasını qanına qəltan edəcəkdir. Buraya qədər təkrar edək. Deməli, burada dedi ki, 2 nəfər yekəpər saqqallı erməni içəri girir. Bunlardan cavanın adı Levondur, qocasının adı Sarkis dayıdır, Azərbaycan dilini bilən Levondur. Sarkis dayıdır ki, sən də bunların dilini bilirsən, qızılların yerini soruş. Xəzəngül onlar içəri bura gəldiklərini bilir deyə körpəsini götürüb bağrına basır, göz yaşları körpəsinin üzünə düşür. Ondan sonra Xəzəngülə avtomat deməli tuşlayırlarmı? Bəli, hər ikisi əllərindəki avtomatı düz Xəzəngülə tərəf tuşlayırlar. Limonun, yəni cavan olan erməninin belindən dəstəyi ceyran ayağından ona bıçaq asılıb. Sonra Xəzəngül deyir ki, bizim qızılımız yoxdur. Livon onu hədələyir, hədə qorxu gəlir, deyir, sənin başına oynaşacağım, narahat olma, deyir, gözlə. Hətta onlara söyüş söyürlər, nəsə tapa bilmirlər, Aynəbəndə çıxırlar, qavqaşığı sındırırlar. Deyir, uşağın səsini kəs, yoxsa gəlir mən güllə susturaram və s. Əlləri əsə-əsə körpəsinin ağzını yumdu. Balası isə nəfəsi darıxdığından ayaqlarını çırparaq ağlamağında davam edirdi. Yəni təsvir edin ki, əlinlə uşağın ağzına tutub ki, ağlamağında səsi çıxmasın deyə, yəni dəhşətli bir şeydir. Bu Qarabağ müharibəsindən, 1-ci Qarabağ müharibəsindən danışılır. Bayırdakı yanğının isti nəfəsi içəri dolub onların nəfəsini tıxayırdı. Görünürdü ki, yanğın onlara lap yaxınlaşıb. Xəzəngül başa düşdü ki, yanan kimin evidir? Onlarla qapı bir qonşu olan Səfər kişinin 2 mərtəbəli mülküdür. Deməli, yanan ev onlarla qapı bir qonşu olan Səfər kişinin 2 mərtəbəli mülküdür. Görünür ki, fikirləşdi, bizi də ev qarşılıq yandırma niyyətindədirlər. Ancaq bununla belə özünə təskinlik verirdi ki, ermənilər tez evdən çıxıb geçsələr, bir təhər sürünüb körpəsi ilə birlikdə eşiyə çıxa bilər. Deməli, Xəzəngül hələ də ümidli idi ki, ermənilər çıxıb gedəcək və özü körpəsini alıb bir təhər sürünə-sürünə çölə çıxacaq. Quldurlar Aynəbəndə axtarandan sonra təkrar otağa qayıtdılar. Otağı yenə ələk-vələk elədilər. Bir yer qalmadı ki, burunlarını soxmamış olsunlar. Birdən gözləri üstünə köhnə palaz parçası salınmış oturacağa sataşdı. Yəni o vaxtlar hər hansı siz də bilərsiniz, çox vaxt sandığın üstünə belə köhnə palaz yığılıb qoyulurdu. Yaxud oturacağın üstünə qoyulurdu. Bu da onlardan biridir. Bu əslində köhnə bir sandıqdır. Burada sandıqdır. Əri Cahangir Gədəbəyə vuruşmağa getməmişdən qabaq ondan oturacaq kimi istifadə edirdi. Demək, Xəzəngülün ərinin adı nə idi? Cahangir. O hara getmişdi? Gədəbəyə döyüşməyə getmişdi.
Əri deyir, Cahangir Gədəbəyə vuruşmağa getməmişdən əvvəl oturacaq kimi istifadə edirdi sandıqdan. Belə baxanda heç kəs deməzdi ki, köhnə palaz parçasının altında kətil deyil, sandıqdır. Xəzəngül bütün pal-paltarını onun içində saxlayırdı. Orada elə paltar var idi ki, heç qatı açılmamışdı. Demək, elə paltar var idi ki, heç geyinməmişdi. Bir dəfə də olsun əyninə geyinməmişdi. Yaşlı erməni oturacaqdan şübhələnib yaxınlaşdı. Yaşlı erməni, bax, yaşlı erməni şübhələnib oturacaqdan yaxınlaşır ora. Yəni, yaşlı erməninin adı nə idi? Sarkis. Normal yaza bilməyəcəm. Sarkis. Köhnə palaz parçasını çəkib yerə saldı. Onun altındakı sandığı görüb sevincə qapağını qaldırdı. Sandığın içindəkiləri görəndə gözləri bərələ qaldı. Levon, buraya gəl, xəzinə tapmışam. Sandıqdakı pal-paltarı birlikdə çıxarıb otağın içərisinə səpələdilər. Cavan erməni üzünü Xəzəngülə tərəf çevirib dedi: Ay, it qızı, belə pal-paltarı olanın qızılı olma, sənin dərinidir soyacağın qızılların yerini deməsəm. Yaşlı erməni dinmədən tələsik yerə səpələnmiş pal-paltarı, Xəzəngülün qatı açılmamış donlarını, baş yaylıqlarını kisəyə doldurdu. Bayırda maşın səsi eşidilən kimi kisəni dalına atıb çıxdı. Deməli, bayırda da kimsə bunları gözləyirmiş də. Deməli, bura 3 nəfər erməni gəlib, biri çöldə gözləyir, ikisi də evə girib. Cavan erməni isə hələ də axtarırdı. Avtomatın qundağı ilə divarları, döşəmənin taxtalarını döyəcləyirdi ki, yəni düşünürdü ki, yəqin o divarın içərisində hardasa bir qızıl gizlədə bilər. Sonra yaxınlaşıb Xəzəngülün başı üstündə ağac kimi bitdi. Xəzəngül yorğanı biraz da yuxarı çəkib sinəsini örtdü. Cavan erməni əlini atıb yorğanı güclə onun sinəsindən aşağı çəkdi. Sonra yanındakı körpəni qaldırıb onun ayaqları altına atdı. Şərəfsizlik. Körpəni qaldırıb neyniyib? Ayaqları altına atıb. Xəzəngüldən acı bir fəryad qopdu. Bayırdakı erməni cəld içəri girdi. Levon, neyniyirsən soruşdu. Heç sən işində ol, mən onun dilini açacağam. Yaşlı erməni yerdə qalan süfrə və dəsmalları, Xəzəngülün heç geymədiyi 2 cüt ayaqqabını və başqa xırım-xırda şeyləri kisəyə doldurub çıxdı. Xəzəngülün ayaqları altına atılmış körpənin rəngi çığırmaqdan göm-göy olmuşdu. Ana əyilib onu qaldırmağa cəhd etsə də bacarmadı. Deməli, anası uşağı qucağına almasını da bacarmır. Leon əmr etdi ki, tərpənməsin. Birdən nə fikirləşdirsə daha uca səslə bağırdı. Qızılayın yeni deyəcəksən ya yox. Dedim ki, bizim qızılımız yoxdur. Yalan deyirsən. Allah haqqıdır sözümdür. İndi deyərsən. O kəmərinə bağladığı bıçağını, hansı ki o ceyran dəstəyi olan bıçağını çıxarıb yorğanın üstünə atdı. Al öldür körpəni öz əlinlə. Deməli, Levon deyir ki, cavan olan erməni körpəni öz əlinlə öldür. Ya qızılların yerini deyəcəksən, ya onu öz əlinlə öldürməlisən. Deməli, bunun qarşısına 2 seçim qoyur. Ya qızılların yerini deməlisəndir, ya da onu öz əlinlə öldürməlisən, boğazını üzməlisən. İndi bu hadisə biz Dədə Qorqud eposunda keçmişik. Uruzun dustaq olduğu boyda Şöklü Məlik adamlarına tapşırır ki, Qazanın arvadını gətirsinlər deyə şərab paylasın bizə. Yəni kafirlərə gətirib şərab paylatmaq istəyir onları tutandan sonra. Ana bunu bilir deyə oğlunun yanına gedir ki, bəs belə bir şey eləmək istəyirlər. Daha doğrusu anasını gedib tapmaq istəyəndə anası deyir ki, hər kəs bir ağızdan desin ki, 40 incə belli qızı tuturlar da. Hamı bir ağızdan deyir ki, mənəmdir Burla xatun mənəm. Bilmirlər Burla xatun kimdir. Şöklü Məlik də deyir ki, gedin deyir, Uruzun deyir, bədənindən kebab eləyin, ətindən. Aparın, verin, kim yeməsə bilin ki, anası odur. Burla xatun da bunu eşidir, tez gedir Uruzun yanına deyir ki, bəs belə bir şey eləmək istəyirlər. Mən indi neyniyim, sənin ətindən deyir, kebabı yeməyimmi, yoxsa atan deyir, Qazan xanın namusunu ayaq altına atınmı? Yəni, burada dilemma qoyulur da, bir dilemma. Dilemma nə deməkdir? Dilemma yazın bura. Dilemma 2 dənə təklif verir. Baxın, görsün, ikisi də çıxılmaz bir vəziyyətdir. Yəni, onsuz da bunun qızılı yoxdur, yerini nəyin desin. Körpəsinin öz əlinə öldürməyi deyir ki, ya qızın yeri deməsin, körpəni öldür. Yəni, ikisi də seçimsiz olan bir təklifdə, seçilməməli olan bir təklifdə. Buna biz dilemma deyirik. Bir ananın, yəni seçim arasında qalması. Dədə Qorqud eposunda da Burla xatun 2 seçim arasında qalır. Deyir, oğluna deyir ki, ya sənin ətindən yeyimmi, yoxsa Qazan xanın namusunu tapdaq altına atınmı? Oğul da əsəbləşir ki, əgər deyirsən oğlan olsaydın, kişi olsaydın, səni burada yıxardın, nə bilim, neyniyərdim. Get deyir, hamı bir yeyəndə mənim ətimdən deyirsən 2 ye, 3 ye,
Bilməsinlər ki, sən Qazan xanımın arvadısan da, atamın namusunu ayaq altına atma. Orada da dilemma var idi, burada da dilemma var. Deməli, Levon cavan olan erməni deyir ki, ya qızılların yerinləməlisən, ya da körpəni öldürməlisən. Xəzəngül qulaqlarına inanmadı. Ayaqları altında ağlamaqdan artıq səsi xırıldayan körpəsini görməsəydi, ona elə gələrdi ki, yuxu görür. Bir an fikirləşir ki, yəni ayağının altında ağlayan körpəsini görməsəydi, elə bilərdi ki, yuxu görür. Yox, insan övladı bu sözləri dilinə gətirə bilməz. Bu ancaq heyvan bağırtısıdır. O cəhənnəm idi. Yəni Xəzəngül bunu cəhənnəm kimi fikirləşir, təsvir edir. Ona əmr eləyənsə Əzrail idi. Əzrail də bilirik ki, kimdir? Ölüm mələyidir. Yəni insanların ruhlarını bədənindən alan ölüm mələyidir. Aha. Aman Allah, kaş onun özünü öldürəydi, körpəsinin qətlini gözləri ilə görməyəydi. Bax, bunu da biz Səməd Vurğunun Vaqif pyesində keçəndə görəcəyik. Vaqifi tuturlar, Qacar Vaqifi, yəni tarixdən Qacar tanıyırsınız, Qacar şahı. Qacar Vaqifi tutur şairi, həmçinin Qarabağ xanının vəziridir. İbrahim xanın vəziri idi Vaqif. Vaqifi tutturur, oğlu Eldarı da tutturur Vaqifin oğlunu. İkisini bir yerdə gətirir ki, edam eləmək üçün. Vaqif də deyir ki, baş kəsənə deyir ki, cəllada, birincidir məni öldür, oğlumun deyir ölüsünü görmək istəmirəm deyir. Amma cəllad onun sözünü yerə salır, birinci Eldarı öldürmək istəyir. Yəni burada da ana deyir ki, körpəsinin deyir, qətlini deyir, gözləri ilə görməyəydi. Kin qəzəblə dolu quldur gözləri ilə mərhəmət diləyən kövrək yalvarışlarla cilvələnən ana gözləri bir-birinə zilləmişdi. Baxın, burada bir təzad var. Deyir ki, kin qəzəblə dolu quldur gözləri ilə, kin qəzəblə dolu quldur gözləri kimindir? Levonun. Mərhəmət diləyən kövrək yalvarışlarla cilvələnən ana gözləri, yəni Xəzəngül bir-birinə zilləmişdi. Yəni Levonla Xəzəngülün gözləri bir-birinə zillənib. Bir təzad var burada. Biri qana hərisdir, Levon, o biri isə məsum bir körpənin keşiyində durmuşdu. Bunun sonu necə olacaqdı? Bədii sual. Sonunda bədii sual var. Hansı əsərdə bədii sual var idi? Axı nə etməli? Axı nə etməli? Sualına cavab axtarırlar. Gələcək gün əsərində suala cavab axtarırlar. Araya çökən sükut erməninin səbrini tükəndirdi. Araya çökən sükut erməninin səbrini tükəndirdi. Avtomatın qundağı ilə körpəni vurub bağırdı. Deyəcəksən ya yox? Xəzəngül var gücü ilə qışqırdı. Erməninin üzünə tüpürür həmçinin Xəzəngül. Alçaq dedi. Erməni tövrünü pozmadan üzünü sildi. Deyir, gördün ki, mən sənin hərəkətini necə qəbul elədim. İndi görək, sən də mənim hərəkətimin qarşısında belə sakit dura biləcəksənmi? Götür bıçağı, vur oğlu, körpəni öldür. Yəni, çox şərəfsizcə bir şeydir bu. Xəzəngül onun niyyətini əvvəlcədən başa düşmüşdü. Baxın, nə deyir? Xəzəngül onun niyyətini əvvəlcədən başa düşmüşdü. Körpəsinin öz əli ilə onu öldürtmək istərdi. Buna görə ona yalvarmadı, qürurunu pozmadı, bıçağı əlinə alıb öz hökmünü verdi. Körpəni mənə ver, mən əylə bilmirəm. Erməni onun belə qətiyyətinə məətəl qaldı. Qaşlarına çatıb diqqətlə ona baxdı. Niyə durmusan? Uşağı mənə ver. İndi görərsən ki, mən səndən də sakit duracağam. Onu necə dünyaya gətirmişəm, eləcə də öldürəcəyəm. Levon uşağı götürmək üçün Xəzəngülün ayaqlarına tərəf dartılarkən, Xəzəngülün qarşısında qəribə bir mənzərə açıldı. Erməninin kürəyi Xəzəngülün gözlərində ani olaraq elə böyüyüb açıldı ki, sanki geniş bir meydandır. Ürəyində Allaha köməyə səslədi və bir anı belə itirmədən bıçağı elə bil hardasa qüvvət almış əli ilə düşmənin kürəyinə elə sancdı ki, erməni heyvan kimi bağırıb üzü üstə düşdü. Diqqətli oluruq burada. Dedik ki, Levon deyir ki, götür bıçağı, öldür körpəni. Xəzəngül deyir ki, onun niyyətini əvvəlcədən başa düşmüşdü. Burada diqqətli oluruq. Desə ki, testdə Xəzəngül ümumiyyətlə onun niyyətini başa düşmür, yanlışdır. Əvvəlcədən başa düşmüşdü deyir. Neysə, sonra bıçağı kürəyindən çıxarmağa çox cəhd etsə də bacarmadı. Kürəyindən qan fəvvarə vururdu. Axırda üzü üstə düşüb hərəkətsiz qaldı. Bıçaq düz ürəyinə sancılmışdı. Xəzəngül donub qalmışdı. İnana bilmirdi ki, izah edirəm. Bu işi o tutdu. Belə bir gücü o haradan ala bildi. Birazdan yaşlı erməni yürə-yürə içəri girdi. İzah edirəm, eşitdimmi? Levon nə olub? Soruşdu. Kim girir içəri? Sarkis girir. Yəni yaşlı erməni kim idi? Sarkis.
Livonun kürəyinə sancılmış bıçaqla üzü üstə düşdüyünü görüb bir anlığa özünü itirdi. Yoldaşına kömək eləyib kürəyinə sancılmış bıçağı çıxarmaq əvəzinə bayıra yüyürdü. Bayıra niyə getdi sizcə? Ona görə ki, avtomat gətirməyə. Xəzəngül isə daş heykəl kimi donub qalmışdı. Heç nə duymur, heç nə eşitmirdi. Ağlamaqda davam edən körpəsinin səsinə də sanki biganə qalmışdı. Ancaq onu hiss etdi ki, əlində avtomat içəri girən qoca erməni onun nişan alıb atəş açdı. Yəni Xəzəngülü öldürdü. Bundan sonra araya sükut çökdü. Yaşlı erməni Livonun yanına yüyürdü. Xəncəri onun kürəyindən çıxarır. Demək, xəncəri çıxarır kürəyindən. Bütün üst başı qana bulaşdı. Sonra Livonu nə qədər çağırdısa ondan cavab çıxmadı. Yəni Livon da ölür. Ayağa qalxıb papağını çıxardı və xaç vurur. Yəni ermənilər xristianlar deyə xaç vurur. Bir ay keçmədi ki, ikinci bir güllə açıldı. İkinci bir güllə də körpəni öldürmək üçündür. Lakin bu güllənin səsini Xəzəngül daha eşitmədi, çünki Xəzəngül ölmüşdü artıq. Deməli, təkrar aparaq burada. Dedik ki, Sarkis çağırır ki, Livon buraya gəl, burada xəzinə tapmışam. Bayırda maşın səsi eşidən kimi Sarkis çıxır, möşüyü kisəni dalına atıb çıxır. Cavan erməni isə hələ də axtarır, deyir qızılların yerinidir. Körpəni alıb qaldırıb onun ayaqları altına atır. Mən deyir onun dilini açacağam deyir. Livon deyir ki götür deyir. Bıçağı vur, körpəni öldür. Burada bir dilemma var. Dilemma izah elədim nə deməkdirsə. Sonra Xəzəngül fikirləşir ki, əgər körpəsinin ağlayan səsini eşitməsəydi, fikirləşərdi ki, yuxu görür. Elə bilir ki, bunu cəhənnəm adlandırır. Deyir, deyir cəhənnəm idi. Ona deyir əmr eləyən də Əzrail idi. Yəni burada Livonla Əzraili bir-birinə oxşatır, amma Əzrail sadəcə bir mələkdir. Bu oxşatma da yanlışdır. Körpəsinin oxşatma yanlışdır, bu mənim öz fikrimdir. Körpəsinin qətlinə gözləri görməyəydi. Kaş bunu arzu eləyir. Arzusu da gerçək olur onsuz da. Burada nə təzad var? Kin, qəzəblə dolu olan erməninin gözlərinə mərhəmət diləyən ananın gözləri bir-birinə zillənmişdi. Bunun sonu necə olacaqdı sualı var burada. Erməninin üzünə tüfürür, ona alçaq deyir. Xəzəngül deyir, götürüb verdir bıçağı, körpəni verdir, mən bıçaqlayacağam. O da deyir, təbii ki, ona təəccüblənir ki, həqiqətən bunu eləyəcəkmi? Götürüb uşağı verəndə, körpəni verəndə ani olaraq kürəyindən xəncəri, qəşəngcə belə xəncəri kürəyindən salır, üzü üstə düşür. Nə qədər istəyir ki, bıçağı çıxarsın, çıxara bilmir. Bu fəryada Sarkis çöldən gəlir, yaşlı erməni qan fəvvarı kimi vururdu. Yaşlı erməni ona kömək eləməyi əvəzinə əvvəl soruşur Livon nə olub. Sonra görür ki, yerdə yatıb, kürəyində də xəncər var. Tez çölə çıxır ona kömək eləməyə əvəzinə. Çölə çıxıb nə edir? Avtomatını alıb gətirir, Xəzəngül nişan alıb onu vurur. Sonra Livonun kürəyindən xəncəri çıxarır, ona xaç vurur. Bir an keçmədi ki, ikinci bir güllə açıldı və o səsi də Xəzəngül eşitmir. Bəli, bu Qarabağ müharibəsinə aid olan Qılman İlkinin intiqam hekayəsidir.